Salam, xoş gördük hər birinizi. Yəqin ki, artıq son günlərdə ACN dəyişikliyi ilə bağlı xəbərləri görmüsünüz. İstədim bu barədə detallı video çəkim. Hal-hazırda iyun ayının 28-i 2025-ci ildir. Bundan sonra hər hansısa bir dəyişiklik olacaqmı, detallar olacaqsa, çalışacağam tezliklə bu barədə də video çəkim və yaxud da məlumat bölüşüm. Hal-hazırda cari gün olan məlumatları nəzərinizə çatdırmaq istəyirəm. Deməli, gördüyümüz kimi bu bizim ACN cari strukturudur. Bir çox belə deyək də dəyişikliklər var. Bizim üçün yeni xəbərlər də var. Bəzi məlumatlar, bəzi imtahanlar birləşdirilib, bəziləri təzə əlavə olunub. Amma ümumilikdə cari günün trendini də nəzərə alsaq, müsbət dəyişikliklər var. Ümumilikdə baxsaq nə baş verib, hamısını müqayisəli şəkildə göstərəcəm. Bizim üçün yeni sayılacaq əsas dəyişikliklər əsasən imtahan adlandırmalarının strukturundadır. Yəni struktur dəyişikliyi ən çox buradadır və xüsusən də cari günün tələbi olan AI, yəni süni intellektlə bağlı bir çox dəyişikliklər olub. O barədə detallı danışacağam. Gəlin əvvəlcə müqayisəli şəkildə baxaq görək nələr baş verib. Bu ACM bizə təqdim elədiyi strukturdur. Amma detallı şəkildə nə baş verib, ondan danışım. Deməli, köhnə struktura əvvəlcə nəzər salaq. Köhnə strukturda nə var idi? Əvvəlki struktura əsasən biz ümumilikdə 13 imtahan verirdik member olmaq üçün. Söhbət gedir ACC membership statusuna gedən yoldan. Hal-hazırda struktur belədir, yaşılla işarələdiyim. Applied Knowledge, Applied Skills və Professional, Strategic Professional. Applied Knowledge imtahanını əvvəlcə verirdik, hansı ki burada bizi 3 dənə imtahan gözləyirdi. Biz bunları tanıyırıq F1, F2, F3 adları ilə. İndi bu adlar dəyişib müqayisəli şəkildə göstərəcəm. F1, F2, F3 buradadır. Ardıcan onları tamamlayandan sonra gəlirdi bizdə Applied Skills modulları, hansı ki F4, F5, F6, F7, F8, F9 və s. modullardır. Yeni adları bunların necə idi? Yəni, lap əvvəldən F-lərlə tanıdığımız modulların adları Corporate and Business Law, vergi tutma, yəni Taxation, Financial Reporting, F7 və s. imtahanları idi. Sonra gəlirdi bizdə P-level'lar kimi tanıdığımız Strategic Professional level'lar. Burada Essential adlandırdığımız 2 dənə imtahan var idi, hansı ki bunlar məcburi idi, seçim eləyə bilmirdik. Bunları tamamlayandan sonra geri qalan 4 imtahandan ikisini seçirdik və biz 13 imtahanla tamamlamış olurduq. 13 imtahan tamamlanmasından sonra bizdən Practical Experience, Ethics imtahan və 36 aylıq iş təcrübəsi tələb olunurdu. Bu hamısı, bütün proses tamamlanandan sonra biz olurduq ACC member. Yəni 13 imtahan tamamlayırdıq, etik imtahan verirdik və Practical Experience requirementlərə tələb verirdik. 36 aylıq iş təcrübəmiz də tamamlanandan sonra artıq biz member ola bilirdik. Bəs yaxşı, yeni strukturda necədir? Yeni struktur 2027-ci ildən etibarən keçərlidir. Hal-hazırda imtahan verən yoldaşlar bununla bağlı heç bir narahatçılıq çəkməsinlər. İnşallah o vaxta gəlib çatınca artıq kifayət qədər detallı məlumat olmuş olacaq. Təzə struktur 2027-ci ildən etibarən tətbiq olunmaq şərti ilə, baxın, bizə aid olan hissəsi budur. Bəs soruşa bilərsiniz, burada foundation nədir? Sadəcə saytın özündə foundationu da qeyd elədiyi üçün onu da burada danışmaq istədim. Foundation bizim, belə deyək də, membership olmaq üçün lazım olan minimum tələblərə cavab vermədiyimiz halda lazımdır. Bəs o minimum tələblər nədir? Ona necə baxa bilərik? Gəlin, ACN saytına gedək. Deməli, əgər ehtiyac olarsa bu deməli linki soruşarsınız. Deməli, komment hissəsində bölüşəcəm sizlə. ACC minimum requirement Google-da yazaraq minimum entrance requirement, yəni membership-ə gedən yolda minimal olaraq tələblər var. Onlara cavab verməliyik. Bunlar hansılardır? Nələr uyğundur, nələr uyğun deyil. Bu hissəyə daxil olandan sonra Azərbaycanı seçirik. Ölkəmiz üçün keçərli olan sənədlər hansılardır? Yəni ilkin olaraq nə mütləq olmalıdır? Məsələn, burada yazır ki, universitet diploması sufficientdir, yəni kifayət eləyir qeydiyyat üçün. Bir dəqiqə bunu düzəldim. Subbakalavr diplomu qəbul eləyirlər. Orta təhsil haqqında şəhadətnamə qəbul edilmir, yəni bu kifayət deyil. Sonra əsas təhsil haqqında şəhadətnamə, bu da kifayət deyil. Deməli, biz member olmaq üçün, yəni F1, F2, F3 və s. dediyimiz imtahanları verməyimiz üçün yalnız bu iki kriteriya, bir də yuxarıda olan, onu da göstərim. Tam şəkildə, bəli. Yalnız bu iki kriteriya düşə bilirik. Yəni, ya normal diplom, ya da subbakalavr olmalıdır. Bunlar olduğu halda biz membership-ə gedən yolda imtahanlardan
istifadə edə bilərik. Əgər yox, əvəzində foundation dediyimiz modullardan istifadə edə bilərik. Buradakı adlar sizi yanıltmasın. Bu bizim bildiyimiz F2, F3, F1, F2, F3 deyil. Bu yeni adlandırma üzrə F1, F2, F3-dür. Hansı ki, orada əvvəlki modulda bunun da elə deməli ekvivalenti foundationdır. Yəni bizim bildiyimiz F3 ilə buradakı F3 eyni şeylər deyil. Bu tamam ayrıdır. Yəni bizə uyğun gələn, gəlin bunu hayd eləyim, çaşqınlıq yaranmasın. Yəni təzə struktur üzrə müqayisə predmetlərimiz bunlar olmalıdır. Əvvəlki strukturda necə idi, yenidə necədir? Məsələn, applied knowledge adlandırması, bir dəqiqə bunu düzəldim yenə də. Applied knowledge adlandırması əvvəl bizim üçün belə səslənirdi. İndi yeni adla sadəcə knowledge adlandırıblar. Ən vacib dəyişikliyi ümumi şəkildə baxsaq, əvvəl 13 imtahan verirdi member olmaq üçün. İndi bunun sayı yenib 11-ə. Struktur bölgüsü necə olub? Business and Technology, deməli, Financial Accounting və Management Accounting əvvəlki strukturdur. Cari strukturda Financial Accounting, Management Accounting və Business Law. Başqa sözlə desək, əvvəl Applied Skills qrupuna daxil olan Corporate and Business Law, yəni F4 kimi tanıdığımız imtahan artıq keçib yeni strukturda Knowledge level-ə. Sonra əvvəl burada 6 dənə imtahan var idi. Applied Skills imtahanında burada artıq 5 dənə imtahandır. Yəni Corporate and Business Law bura transfer olub və Business and Technology aradan qaldırılıb. Cəmsi 3 dənə imtahan veririk. İmtahanların silabusunda da dəyişiklik olacaqmı? Hələ ki məlumatım yoxdur. Olarsa tezliklə bu məlumatı da sizlə bölüşəcəm. Və təzə struktura əsasən biz deyək ki, ilk 3 imtahanı tamamladıq. Ardıcan dərhal Essential Employability Modules bunları verməliyik. Bu adlanır bizim üçün Responsible Business Management. Yəni 3 imtahanın ardıcan bir dənə də 4-cü belə deyək də mərhələ adlandıraq bunu. Bu ödənişlidir və onlayn şəkildə nəzərdə tutulub və available olacaq bizim üçün rəsmi saytdan götürülmüş məlumatdır. İyul ayının 2027-ci ildən etibarən. Sonra gəlir, yəni deyək ki, biz bu 3 imtahanı tamamladıq. Ardıcan Responsible Business Management modulunu da tamamladıq. Keçə bilərik Expertise moduluna. Əksi halda mümkün deyil. Expertise modulunda bizi 5 dənə deməli imtahan gözləyir. Taxation, Reporting, Audit, Risk and Control, Finance and Investment, F9-un adında biraz dəyişiklik var və burada bizim üçün tamamilə yeni olan Performance with Data Analyst. Yəni artıq qlobal trend olan data analitika, süni intellekt yavaş-yavaş artıq mühasibin də iş prosesinə təsir etməyə başlayıb və gördüyümüz kimi bu imtahanlar burada əks olur. Əvvəl belə bir ad yox idi və Data Analysis adında bir ümumiyyətcə silabusda bir toxunmamışlar bundan bağlı, heç nəyə toxunmamışlar. Və biz bu 5 imtahanı da tamamlayandan sonra Strategic Professionallara keçmək üçün Digital Tech and Innovation adında modulu tamamlamalıyıq. Bu da ödənişli və onlayn qaydadadır. Bu bizim üçün available olacaq sentyabr 2027-dən. Yəni hal-hazırda bununla bağlı narahat olmağa dəyməz. Kimlər ki bu tarixdə deməli tamamlamağı düşünür, o halda bir addım var, onu da göstərəcəm sizə nə etmək olar. Bunu da tamamlayandan sonra bizə gəlir Strategic Professional level'lar. Əvvəl necə idi? Əvvəlki struktura əsasən, gəlin müqayisəli şəkildə göstərim. Əvvəlki strukturda 2 dənə əsas, 2 dənə də optional imtahan var idi və cəmi 6 dənə imtahan təqdim edirdilər bizə. Bu 6 imtahandan ilk ikisi məcburi idi. Geri qalan 4 dənədən ikisini seçib 4 dənə imtahanı tamamlamış olurduq və 13 olurdu cəmi tamamladığımız imtahan sayı. İndi isə belədir. 2 dənə yenə də məcburi imtahan var və geri qalan bu 2 dənədən say endirilib 1-ə. Yəni, məcburi olandan sonra optional cəmsi bir dənə imtahan seçə bilirik. Bu Audit and Assurance ola bilər, Corporate and, deməli, Accounting and Finance Professional ola bilər və s. Və burada fikir versək, Data Science Professional, Metrics Insight Professional, Taxation Advisory Professional adları bir xeyli dəyişib. Və Essential imtahanlarda nə dəyişiklik olub? Strategic Business Leader, yəni SBL tanıdığımız imtahan hələ də yerindədir. Strategic Business Reporting imtahanında kiçik bir dəyişiklik var. Business and Sustainability Reporting. Sustainability Reporting dayanıqlı, deməli,
hesabatlılıq mənasında tərcümə edilə bilər. Burada məntiq odur ki, şirkətlərin artıq tək maliyyə göstəriciləri yox, həm də qeyri-maliyyə göstəricilərinin də deməli report olunması və investorlara çatdırılmasından danışır. Və bunu da tamamlayandan sonra bizdə artıq gəlir Ethical Sustainable Leadership. Və burada da imtahan bizim üçün available olacaq sentyabr 2027-dən. Bu da onlayn və ödənişli şəkildə olması gözlənilir. Və bunların ekvivalent olaraq qarşılığı nədir? Yəni biz deyək ki, ilk 3 imtahanı tamamladıq, bu modulda keçdik. Higher Diploma adlanır, Certified Accounting Technician. Bu bizim üçün diploma sayıla bilər. Qısacası biz bax, deyək ki, ilk addımı tamamlasaq nə əldə edirik? Əldə elədiyimiz bir diplomadır, rəsmi şəkildə tanınan bir diplomadır. Bu universitet diplomu ilə qarışdırmayaq, burada da diplom deyirik, amma yəni kifayət qədər nüfuzu var. Ardıcan deyək ki, biz həm knowledge base, yəni baxın bu hissəni tamamlamışıq. Ardıcan expertise hissəni də tamamlamışıq. Ondan əldə edirik. Advanced diploma əldə edirik. Əgər yox, onun da üzərinə bir strategic professional tamamlasaq, ACCA, MSc, yəni belə deyək də master degree sayılacaq qədər bir sertifikat, diploma sayıla bilər. Ümumiləşdirsək, burada ən vacib dəyişikliklər nədən ibarətdir? İmtahan sayı azaldılıb, 13-dən 11-ə endirilib. Yeni modullar var. Yeni modullar Strategic Business Reporting'in adında dəyişiklik olduğu üçün düşünürəm ki, silabusunda da bir əhəmiyyətli dəyişikliklər olacaq. Və burada əlavə olunub Data Science Professional, yəni mühasibin tək belə deyək də hesabatlıqla kifayətlənməməli olduğunu və Data Science-in də artıq qaçınılmaz olduğunu bizə vurğulayır. Əlavə olaraq da Applied Knowledge və sair strukturlarda da dəyişiklik var. 3 dənə imtahandan Corporate and Business Law keçirilib Knowledge level-ə və burada da əlavə olunub Data Analysis və adlarında da dəyişiklik var. Qeyd edim yenə də, silabuslarında hər hansısa bir dəyişiklik varmı? Onu hələ ki bilmirəm. %99 olacaq. Gedişat boyunca sizi məlumatlandıracağam bundan bağlı. Bu ümumi dəyişikliklərimizdir. Əlavə sizinlə bölüşmək istədiyimiz digər məlumatlar da var. Deməli, rəsmi ACCA saytında FAQ, yəni Frequently Asked Questionlar var. Məsələn, biz burada nələri əldə edə bilərik? Burada ən çox soruşulan suallardan biri nədir? Bir dəqiqə bunu göstərim. Deyir, əgər mən optional levellarda, yəni sonuncu imtahanlardan, P levellardan birdən çox imtahan vermək istəsəm, verə bilərəmmi? Qeyd eləyir ki, ACCA bir dənə imtahan verilməsini qəbul eləyir, amma istəsəz daha çoxunu da verə bilərsiniz. Yəni istəyirsinizsə 15 dənə imtahan verin. Burada bir limitimiz yoxdur. İmtahanda nələr deməli cover olunacaq? Silabusların 26-cı ildən etibarən 25-in sonu 26-nın əvvəllərində elan olunacağı gözlənilir. Hələ ki detallı məlumat yoxdur. Həmçinin burada başqa nəyə göstərmək istəyərdim sizə? Deməli, bu bizim köhnə strukturumuzdur. Əgər baxmaq istəsəz, necə tapa bilərsiniz? Google-da axtarışa verib ACCA Qualification Structure and Requirements. Bunu yazaraq cari strukturla tanış ola bilərsiniz. Bayaq baxdığımız test-test soruşulan suallar hissəsinə hardan baxa bilərsiniz? Google-da axtarırsınız ACCA FAQ on the Future ACCA Qualification. Bu da sizi aparacaq ən çox soruşulan suallar hissəsinə. Bir də yeni bir maraqlı hissə var. Geri qaytarım, oradan göstərim sizə. Axtarışa verirsiniz ACCA Transition Tool. Yəni hal-hazırda imtahan vermək ərəfəsində olan və gözlənilir ki, yeniliyin tətbiq olunacağı dövrdə də ACCA-nin müəyyən etapını keçmiş şəxslər olacaq. Yəni gedişat hələ də davam eləyir, tamamlamayıblar. Nə də ki, tamamlamağı 2025-in 26-nın sonuna qədər düşünmürlər, planlamırlar. Həmin ərəfədə keçiddə olacaqlar. Onlar üçün maraqlı bir alət var. ACCA Qualification Transition Tool. Daxil oluruq bura. Böyük ehtimalla student hissəsinə uyğun gələcəksiniz. Student-ı seçirik. Continue hissəsinə sıxırıq. ACCA Qualification. Foundation Accounting bu bayaq dediyim o minimum requirementlara uyğun gəlməyəcəyimiz haldadır. Qualificationlara klikləyirik. Yenə də Continue davam et düyməsinə basırıq. Burada seçirik. Məsələn, deyək ki, hansı imtahanları vermişik? Financial Accounting, Management Accounting, sonra FR, FA və buradan da hansı imtahanları vermişik? SBR, SBL,
Bu imtahanları tamamlamışıq, şərt edək. Continue düyməsinə basırıq və bizə deyir ki, 2027-ci sentyabrına qədər yəni bitirməyi düşünürsənmi? Deyir, belə olan halda K3 imtahanını tamamlamalı olacaqsan. Bu knowledge level'lardandır. Yuxarı level'lardan expertise və professional level'lardan detallara baxaq. Taxation tamamlamalı olacağıq. Finance and investment, deməli E5 adlandırılan Performance with Data Analysis, bunu tamamlamalı olacağıq və təbii ki, bayaq dediyimiz o mütləq tamamlanmalı olan Digital Tech and Innovation hissəsi tamamlanmalıdır. Member olmağımız üçün tələb olunan Strategic Professional level'larda da mütləq tələb olunacaq bunlardan biri, 5 imtahandan biri. Məsələn, deyək ki, biz bunu seçdik. Bunu seçirik. Bu artıq bizi digər pəncərəyə aparır, əlavə detallar göstərir bura. Bu da ICA-nin rəsmi təmin elədiyi videodur. Google-dan rahatlıqla tapa bilərsiniz. Əgər yox, deyək ki, biz planlamaq, deməli, bitirməyi düşünmürük. Yenə də eyni səhifəyə keçirik. Student, Qualification, şərt imtahanlar seçək. Management Accounting və buradan da deyək ki, SBL seçək. Və bitirməyi düşünmürük. Bizə də artıq, belə deyək də, həlli yolunu verir ki, biz hansı levelləri tamamlamalıyıq, detallı şəkildə baxa bilərsiniz. Hər hansısa bir sualınız yaranarsa və buradan da Practical Experience Requirementlər var. Bu detallara niyə girmirəm? Çünki bu videoya baxırsınızsa, böyük ehtimalla artıq başlanğıc etapındasınız. Yox, bir neçə imtahan tamamlamısınızsa, özünüzün də axtarıb tapa biləcəyiniz artıq kifayət qədər məlumatlısınız deyə düşünürəm. Yeni başlayan yoldaşları yormaq fikrində deyiləm. Belə, ümumilikdə bu qədər. Hər hansısa bir sualınız olarsa, bildiyim qədər bölüşməyə çalışacağam. Kommentlərdə qeyd eləyərsiniz, zəhmət olmasa. Hamınıza uğurlar. Qısaca deyim, hal-hazırda imtahan ərəfəsindəsinizsə, FA, FR fərq eləməz. Narahat olmağa dəyməz. Dəyişikliklərin, belə deyək də, bizə təsirini biz onsuz da həmin vaxta kimi görmüş olacağıq, adaptasiya olacağıq buna görə. Sadəcə bu barədə məlumat vermək istədim. Hamınıza uğurlar, sağ olun.